Ulan hakkı. Allah da başımdan tökür. Yo, hesaplaşmıyorum. Neye hesaplaşacağım ki? Yo, neye kızışacağım? Benim umurumda bile değil. Kimese de kızışacağım. Neye kızışacağım? Sadece insanlar tanıyıb, mən elə insanam ki, bir insandan baxıram, qıraqda 2 nəfər də deyil, elə insanam, bana deyirlər, səndən istifadə edir, yavaş-yavaş uzaqlaşıram. Düz deyirəm də. Mənim evim kimsənin canını qalxmaq yeri deyil. Gəl otura, saatlarla 5 saatlarla canlısa canlı qaldırar. Deyəndə ki, biz gəlir yazın gözünəyik. Xeyr oldu, mən lopuğam. Məndə onun qapıdan piyotdan düşəcək, səndə də var. Ya təbii gəlib mənim evimdə kəsib yeyirsən 5 boşqa, sən bizə gəlmə, sən eləməlisən. Evdən saat 10-dan deyib ki, sizə gəlirik. Saat 10'dan. Yaxşı iş deyil. Səninkini yeyək, mənimkini oynadaq. Matan, WhatsApp'a yazacağım, bir nəfərin adını al filtre eləyər. Paxıl insanın iş var, iş neyi olmuş. Mənim heç nəyə ihtiyacım yox. Allah şükür. Ördəyim də çoxdur, qalmışam məndə deyil. Deyirəm ki, gəlin yığın aparın. Ördəyimi. Deyirəm, gəlin yığın aparın. Allah şükür, töyğüm də çoxdur, ördəyim də çoxdur, hündüşkam da çoxdur. Kimsənin töyğün acısını ördəyini qalmamışım. Deyir, gəlin deyir. Sar köynü bax, kəsdim qəşək. Ha? Pakka eləyir. Ne oldu ki bana? Tövğüma tücəmə. Sadəcə dostluq başqa şeydir. Başa düşürsən? Deyirlər, dostluq qarşılıqlı olmalıdır. Mənim evimə kimsə gəlirsə, mən də getməliyəm. Başa düşdünüz? Sənkin yeyək, mənimkin oynadaq bir şey yox. Siz də özünüzü mənim yerimə qoyun. Kimdənsə dostluq eləyəsinizsə, o hər gün sizə gələ, sizi çağırmaya deyəndə ki, sizə gəl, ağzın gözünə yə, o elə dost olmuş. Başa düşdün? Dərhal mənim yerimdə sizsiz, baxada uzaqlaşarsınız. Ki, istəmir. O istemiyorum, ben istemiyorum. Taşıyorum, benim evime kimse gelsin, gitsin.
Vallahi mən çox gözəl bir insanam. Özümü tərifləmirəm. Çox gözəl. Hara getmişim, heç vaxt əlini qoymamışam. Getdik oturdum Mingəçevirə Yenidə 300 manat pul ödədim. Eldənizin də pulunu ödədim, onun da pulunu ödədim, özümü də ödədim. Bir stolun biri 100 manat idi. Panorama Gəncə Mingəçevir Kür restoran. Vallahi mən çox gözəl bir insanam. Özümü əli açıq, mərd, qonaqpərvər. Kim qonaq gəlir, hindişkamla teyonla kəsib tökürəm qabağına. Bunda şahid olmuşsunuz. Hiç tanımırdım Mingəçevirdən. Bir arvad gəldi, 2 dənə toyuq verdim, yox, 2 dənə toyuq verdim, 2 dənə ördək verdim, yumurta verdim, siz görürsünüz. Mən əl açıq insanam deyim, Allah bunu görür və həmişə də mənim başımdan tökür. Heç kimə də möhtaç qoymur mənim. Nə var? Canlıdadır, az bir canlını bağır yığmır ki. Harda qaldınız? Gün gəlir. Yandakına deyir, hə qız yengi, görün gəl. Peki bağla yığda bir gün, bəlkə bir ölmüşük. İndi get o canlıdakiler o da sən. Bir yığmır, hep bağla bir kocanın arada qaldı. Yandaki işime da zevk gəlməyib. Bir yığmır ki, bir ölüb qalıb bizə gəl, bir yolun ortasına, düz darvazanın ağzına gidip darvazanın ağzına qayıtdım. İndi get o canlıdaki o da sən. 20 gün vaxt verirəm sana. Koşacağım, yaxşı. Ne pişirsən? Filtre elə onu, Mətan. Xahiş edirəm, filtre elə. Mənə kimsə lazım deyil. Filtre elə.